Təmsil: Aslan və tülkü. Yaşlanmış aslan artıq ova çıxa bilmirdi və kələyə əl atmağa qərar verdi. Mağaraya girib özünü xəstə kimi göstərdi. Heyvanlar xəstə aslanı görməyə gəlirdilər. Aslan onları tutub yeyirdi. Artıq çox heyvan canını itirmişdi. Nəhayət, aslanın kələyini tülkü anladı. Mağaraya yaxınlaşıb durdu. Uzaqdan şirdən soruşdu ki, özünü necə hiss edir? "Çox pisəm," aslan cavab verdi. "Sən niyə içəri daxil olmursan?" Tülkü cavab verdi. "Mağara önündəki izlərdən görürəm ki, içəri girənlər çox olub. Oradan çıxan isə heç olmayıb." Bax, ağıllı insanlar da nəticələrdən təhlükəni anlayıb bəladan uzaq gəzirlər.